Çox cəsarətli oğlansan. Qızımızı istəməyə tək gəlmisən. Təşəkkür edirəm müəllim, minnətdaram. Çox sağ ol. Oğlum de görüm nə işlə məşğulsan? Müəllim, belə təkəbbürlü kimi çıxmasın, mənim kiçik biznesim var. Kiçik dedikdə villalarım var. Mən onları gündəlik kirayə verirəm. Yəni mən sizin qızınızı şahzadələr kimi yaşadacağıma söz verirəm. Hə, bir də avtosalonlarım var 5-6. Maşallah. Çox sağ ol, minnətdaram. Bəs oğlum, belə iş yana deyirəm ki, bu dediklərini sübut eləyə bilərsən mənə? Eləyərəm. Bu su, bu da but. Sən nə tərbiyəsiz adamsan, üzümə niyə tüpürsən? Vallahi Asakka uşaqlıqdan qalan travma deyirsən, mən nasıl deyim? Nə travma, dur bas bayrağı buradan. Vallahi uşaqlıqdan yaddan çıxaramamışam. Nə? İşte. Sən nə mənəviyyətsiz adamsan, mən sən kişi bildim ya. Vallahi uşaqlıqdan qalan... Qız çölə buradan. Vallahi uşaqlıqdan... Mən qızımı istəyənə bax, hə. Bu, mən nə qoysan, hə. Asakka, mən uşaqlıqdan... Uşaqlığa dur bas bayrağı buradan.